Şəhərdə iynə atsan yerə düşməz. Addım-addım gedirik rəsmən. Soyuq əllər cibimizdə, isti ürək sinəmizdə, qoşulduq izdihama və son günlər çox adamın növbədə gözlədiyi o stendə biz də yaxınlaşdıq. Qabağındakı növbəyə bax. Hamı nudul. Nudul nədir sən Allah? Buradakı növbə gözümü qorxutsa da dedim dayanacam, harda qırılar. Bakıda nudul növbəsi. Belə başa düşdüm ki, bu bizim bildiyimiz vermeşildir. Asiya mətbəxindən gəlir. Ən çox toyuqlu, krevetli və qarışıq variantları satılır. Biz də axına qoşulub mix variantı seçdik. Bu təamı fərqli eləyən içinin ingrediyentləri və ən əsası souslarıdır. Əslində çox adamın şərhlərdə neqativ fikirlərini görüb özümü mənfi auraya kökləmişdim, amma vallah dadı normal idi. Yəni pis heç nə yox idi. Hətta deyərdim gözlədiyimdən daha yaxşı idi. Yəqin ki, soyuq əllər isti ürəyə ac mədə ilə gedəndə adamın gözünə bütün yeməklər dadlı görünür. Hətta hər şeyi bəyənməyən Leyla da noodle'dan yedisə, demək həqiqətən yaxşı idi. Bu da bizim noodle macəramız. Yedik, gözümüzə işıq gəldi. Əllərimiz də isindi, mədəmizdə. Gedə bilərik.